Değerli Avtotap kanalı izləyiciləri, hər bir yana salınırıq. Yeni videomuz xoş gəlmisiniz. Dostlar, bugünkü videoda sizə inamar avtomobilləri təqdim etmək istəyirəm. Birinci avtomobilimiz isə Opel'dir. Oktyabr ayında baxaq görək maşın qiymətləri qalxıbmı yoxsa düşübmü? 392 min yürüşdür, mexanika sürətlə qutusudur, parça salondur. Opel Astra'dır. Çıxaq avtomobili çöldən də göstərək. Təşələrin vəziyyəti yaxşıdır. Salonda sərgiyə vəziyyəti. İçində də çat yoxdur, plasmasında da çat yoxdur. Bunun məlumatı verək. İl neçədir? 2007 1.3 dizel. Ekonom Opel'lərdən biridir. Aha. Dəyişini ta olub. Olmuyor. Vurulan olmuyor da ya. Motor karkasını da. Qaydasında da. Mexanik sözdə qutusu atı verəmiş. Bunun qiyməti nəsə deyirsiniz? Qiymət 9,5. 9,5 deyilir. Son deli gəlir ki, aşağı yerdə olacaq. Əlaqə nömrənizi deyərsiniz? 055 055 251 251 99 19. 99 19. Bugünkü günə nə xərc var səndə? Heç bir problem yox. 30 maşında, düzdür. Dəyərli Avtotap kanalı izləyiciləri, sizə növbəti bir avtomobili təqdim edeyim. Ford Fusion. Şəhərdə çox rast gələn maşınlardan biri və dözümlü maşınlardan biri. Dəri salondur, lüku var, işləkdir. Yürüşünə baxsaq 155 mildir. 155 mil. Dəri salondur, krem rəngindədir, sərgiyə vəziyyətədir. Bu maşına özünüz qiyməti verin. Necə vəziyyətdir? 4 dənə tızı təkərləri var maşın altında. Bu avtomobilin opsi görüntüsüdür. Və hal-hazırda maşında işləkdir, maşında heç bir səsi gəlmir. Çox bəyəndim bu avtomobili. İndi sahibinin məlumatları alacağıq. İl 2016'dır motoru. Motor 1.5. 1.5. Plug limiti yoxsa? Yox. Sadəcə. Maşının vuruğu da olub. Yox. Zədəni gəlmiş amma. Yüngül kapotun ucuyla. Aha, yüngül kaputun ucunda olsun. Bir də arxa boş verin. Sənin son əlaqə nömrənizi deyərsiniz? 070 070 706 43 706 43 43. Maşınımızın qiyməti neçədir? 17 min. 17 min. Aşağı olacaq. Aşağıda inşallah olacaq. Maşın da qalır. Sumqayıtda qalır maşın. Sizə VIN kodu da göstərim dostlar. Maşına vurub baxa bilərsiniz. Dəyərli Avtotap kanalı izləyiciləri, Toyota Corolla istəyənlər üçün 2006-cı ildir. Neçə motordur? 1.4. Benzin. Android monitoruna qədər var. Yürüyüşü neçədir avtomobilin? 335 mində yürüşdür. Çöldən bir göstər avtomobili. İl neçəydi? 2006. Salonu sərgiyə vəziyyətədir, sökük falan yoxdur. Motoruna, karkasının problemi var? Yoxdur.
Təkərləri təzədir. Maşının da gözəl rəngi var. Universal olmasa da yenə də Toyota Corolla'dır. Avtomobil hakkında başka ne məlumatlar var? Mexanik təsərrüfatlar qutusudur. Aha, başka? Başka ya. Sürer bir şey her bitirdim işte. Heç problem yoxdur bir şey. 30 başında. Aha. Əlaqə nömrəsi deyərsəm Tomsa 055 055 100 47 52. Maşın qiyməti neçədir? 10.500. 10.500 aşağı olacaq. Razılaşma olacak. Harda qalır maşın? Maşın hal-hazırda Bakıdadır. Sərfiyyatı necədir? Kontenerlə 6. Kondisioner 6 litrdir, belə kondisionersiz 5 litr olacaq. Yəni ki, ekonom avtomobildir, istəyənlər üçün əla seçim ola bilər. Hyundai avtomobil istəyənlər üçün Hyundai Sonata tapdım burada. Çəkin bunda. Dəri salondur, lüku var, işləkdir. Yürüyüşlə. Yürüyüş neçədir əmi? 161 min mildir. Dəri salondur, lüku var, işləkdir. Full versiya. Ən full versiyasıdır. Limited, testə limited. Asasız daxil olma da var. Altına 4 dənə təzə təkələr. Radio disklərdir, bəli. Təkərlər təzədir. Glans və elementlər. CJ-in qızdırıcısı var. Çox sərgər bir maşındır. İl neçədir? 2010'da Vini də tərtəmizdir. Heç bir zəb olmur. Vini tərtəmiz. Motor neçədir? 2-4 sadə nasosdur. 2 sadə nasoslu. Nömrə üstündə verilir. Bəli. Nömrə üstündə hədiyyədir. Motorudur, karkasıdır. Heç bir problem yox. Yağılmış motor. Heç 1 qram da. Dəyişiklik olub. Yox. Olmur. Əlaqə nömrəmizdən tonsiyərsiniz. 55 392 70 80. Maşın qiyməti neçədir? 16 yarıma deyirik. 16 yarıma bu cür sərgər maşın deyilir qiyməti. Aşağı yerdə olacaq da, düzdür? Bəli, bəli. Aşağı Bütün yerdə qapı olacaq. kodları, stoyka kodları hamısı üstündədir. Beni də göstərək istəyənlər olsa Bəli, beni də baxsın. göstər, baxsınlar. Buradan göstər istəyirsən. Elə görün burada. Və buradan da göstərərlər. Buradan da göstərək. Bu da burada. Sizin qızdırıcısı falan hər 4 şey var. tanəsi yenə qızdırıcı. Arxalarda. Arxalarda da var, göstərdim ben. Başqa nə danış biraz sizin maşınınız? Qapı kodlarına qədər stoykalarda hamısı üstündədir. Bütün qapıda, hər bir yerdə hamısı üstündədir. Buradadır. Həmçinin də o tərəfdə hamısı üstündədir. Qeyd elədim, lüku da işləkdir. Bəli, bəli, lükudur, kondisioneridir, yenə qızdırıcılarıdır, hamısı işləyir. Motor korobka ideal vəziyyətdədir. Multirol işləyir də. Bəli, işləyir. Multirol da var, işləyir o da. Hamısı ksenon faralar, zavod lupalarla hamısı özünündür, hamısı da işləyir. Çox sərgər bir maşındır dostlar. İstəyən olsa da sahibi ilə əlaqə saxlayıb, maşın da qalır. Sumqayıt şəhərində. Sumqayıt şəhərində də maşına baxa bilərsiniz. Dostum, növbəti bir Opel Astra'nı göstərir sizə. 235 min, yox 232 min yürüşdür, parça salondur. Ulduz tavan, aparatura. Ulus tamamı da var. Aha. Android monitoru, mamorulu. 1.3 dizel 2007-ci il. 1.3 dizel 2007-ci il. Sərgərli salonu var, mexanik sürətlər qutusudur. Təkələr də təzədir. Altı dənə də arxada kolonkalar var.
Basark yoxdur. Basark yoxdur. Səhviyyəti yaxşıdır da bunun. Hə? Səhviyyəti necədir? Yaxşıdır. Super 6-7 litr. 6-7 litr. Şərisi? Bəli. Şərisi. Transda 5 işlələr də. Elə olur əl aşağı da düşür. Nə danışıb biraz başqa? Vuruq da olub. Heç bir vurur. Motoru karkası necədir? Bez problem. Karkası atıb adam, eləmir? yox, alan adam istəyir, harda istəyir yoxlada bilər. 100 dizel dedi. Bəli, 2007-ci il. 2007-ci il. Əlaqə nömrənizi deyərsiniz. 55 392 70 80. 70-80. Maşın qiyməti arxa görüntü kamerası da var. 8800-ə deyirəm. 8800-ə. Tam dolu bir avtomobildir. 6 tane kolonka üstündə verilir. 8800 aşağı yol olacaqdır. Bu da son əşyanı qalır. Bəli, bəli. Aha, şöyle. Dəyərli izləyicilər, sizə növbəti bir Hyundai avtomobili göstərim. Hyundai Avante. Neçənci ildir? 14. 2014-cü ildir. Parça salondur. Başqa nə məlumatlar? Motor neçədir? 1.6 motorlu 1.6 93 bin kilometre. 93 min yürüşdür. Kilometre. Milli yoxsa Kilometre. kilometr. Ajdan yürüşdür. Ha. Çəkilməyib. 60 bin Avtomat sürətlər qutusudur. Vurub eləmi ki? Atma, vurma. Sərgəli bir salonu var avtomobilin. 1.6 dizelli benzin. Benzin. Asa bilərsiniz. Sərfiyyat necədir? Sərfiyyat 6,5-7. 6,5-7. Şərisidir. Multiroş deyil. Maşın vuruğu da alır, dəyişmə oturalım. Koreya da işləməklər var, 5 dənə. 5 dənə yox. Məlumatlarını verəsiniz. Yəni hər şey il neçəydi? 2014 1.6 benzin. 93 bin kilometredədir, il yarımda özünə 20.200-ə satır. 2200 aşağı olacaq. Aşağı yerdə olacaq. Əlaqə nömrəsini unutmaq istəyirik. Əlaqə nömrəsi 051 252 71 27. 71 27. Gəl görüm, gəl görüm, gəl. Sumqayıtda qalır. Sarayda. Bu da bunun VIN kodudur, vurub baxa bilərsiniz. Dostlar, sizə növbəti bir Toyota Corolla göstərim. İl neçədir? 2006. 2006. İli 2006-dır, mexanika sürətlər qutusudur. Salonda sərgiyə vəsəl, söküyü falan yoxdur. Yürüşü? 307 min. 307 mində yürüşdür. Motor isə? 1.4. 1.4. Altında 4 dənə təzə tikələri var. Bu isə bunun motoru. Motor yaxın ki. Xeyr. Dəyişini alıb, Bəs qaskadır. bez kaska. Ətrafında var. 2006'dır, 1.4 turbo dizel mexanikadır. Qət sürətə vuruqları yoxdur, motor yağ yemir, 5 qaska maşındır. Qaskaya ehtiyacı var.
12800 deyirəm də. Əlac 12800 deyilir maşın qiyməti. Məncə çox əla qiymətdir. Bir də əlaqə nömrəsi deyərsən. Əlaqə nömrəsi 010 325 70 39. Dəyərli izləyicilər, sizə növbəti bir avtomobili göstərdim. Chevrolet Malibu. Dəri salondur. Çox sərgər bir maşındır. Ətrafını göstərəcək hər şey. 4 dənə qapısında asaslar var. Altında 4 dənə cizə təkələri var. $155 bin. Ayşına yüksek. Ne var ne yok? Ne var? Motoru da arkası da. 2018 motor. 1.5 turbo kamyon servise de var dokatlar. 155 bin de öz anış var. Kilometreden sonra gelir. Kuzu bilir mi? Benim geldi. Bu benim. Başka yani burada olsun. Yalanın nasıl gelsin? Neden? Bunu var ha. Aralara da bir italamıyorum. Bunun gittiği yere ispaşen iyi koyacağım. Siyah mı? Namur. Ama diğer namsa 50, Bu 50, 424, 424, 44, 24. 44 24. Maşın qiyməti 20 milyon. 20 manat. Dəyişmə olmuyor. Detalda yok. Bir tane yerden. Real hazırda geçen indirim olmadı. Kia Ceed istəyən dostlarımız üçün sizə Kia Ceed'i göstərim. 216.000 yürüşdür. Parça salondur, sərgiyə vəzifədir, heç bir problemi də yoxdur. Mexanika sürətlə qutusudur. Dörd dənə avto şüşə podiyomiklərlə də 2007-ci ildir. Sahibi al. Bir altı. Maşın ne farkı? Altı bilen çıkar. Altında 4 tane təkələr var. Əlaqə nömrəsini zəhmət olsun istəyirsiniz. 055 215 22 28. 22-28. Maşın qiyməti 13,5 sondur. Bu da avtomobilin qabasası. Kia Ceed istəyən dostlarımız üçün göstərdim bu avtomobili. Bir altı dizel. Salam Sabur. Dostum, növbəti bir Kia Ceed'i göstərim sizə. Bu da mexanik sürətlə qutusundandır. Bunda da çox sərgəli bir salonu var. Söküyü falan heç bir şey yoxdur. 215.000 yürüşdür. Ümid edirəm maraqlı olacaq sizə də. Altında 4 dənə təzə təkələri var. Qiyməti? Qiyməti nədir?
2008. 2008 13800. Kommentdə də fikrinizi yazıb bildirə bilərsiniz. Qiyməti münasib yoxsa yox. Nömrəsi üstündə verilir. Bəli. Nömrəsi də üstündə. ...2008-ci il 13800. Altında 4 dənə təkərlərlə əlaqə məsələn tavsiyəsiniz 050 665 75 95. 75-95. İstəyən olsa zəngə əlaqə saxlaya bilər. Sizə növbəti bir şərait kuzu göstəreyim. Yürüyüşü 208 mindir. Salonu dəri salondur. Altında 4 dənə təkərləri var. İl neçədir? 2011-ci il. Neçə motor? Biri var orada. Birdə. Çox gözəl farlar var avtomobilin. Açıq diyor. Başka ne var? Daha sesler var. Bu ne saydı? Bir de tur var. Patronundan kalkası sarı var. Yaşlı da olur. Kıymet ne saydı? Qiymətin 11.8. 11 mi saydı? Kıymeti değildir. Açık oldu. Güzel var. Sıfır 51 365 0404. Motoruna problem yoktu ki. Yağ yeme. Dostlar sizə növbəti bir Toyota Prius'u göstəreyim. İl neçədir? 2008-ci ildir. Qısmı. Dəri salondur. Görüş neçədir? 229 bin. Bateryasıdır falan. Hamısı ideal. Motor da sıfırdan yığılmışam, 1420 manat. Yağ yemiş. 5 gün yığılmışam, 50 minə qarant verəcək servis. Neçə düymədir? 7 düymə var. 7 düymə. Onlu full. JBL, kolonka, ABS necə? Hamısı da idealdır. Güzel. 1 manat nə xərcisi məndən. 1 manatlıq xərci yoxdur işə. Olsa məndən ideal. Əlaqəni vəzən postlayarsınız. 77 077 611 611 14 14 14 14. Maşın qiyməti neçədir? 12500 12500 qiyməti deyilir. Aşağı yerdə olacaq. inşallah. Növbəti bir Toyota Prius'u göstəreyim. Salonu bu cür vəzifədir, sərgiyə vəzifədir, çixol üzlənib. Alcantara patolokudur. Başqa? 7 düymədir də, hə? 7 İl düymədir, neçədir? 2007-dir, bir dənə sağ arxa qapısı dəyişib, motordur, korobkası da əla vəziyyətdədir, ABS-i təzyiq saxlayır, hər şey qaydasındadır. Kosmetikaya da ehtiyac yoxdur. Bateryasıdır, Baterikalar JBL kolonkadır, JBL asası daxilmadır. hamısı hər şey işləyir. Ayaq altı işıqlarına kimi hamısı var. Bahalı led lampoçkalar var üstündə. Ambiyası var, yox. Yox, ambiyası xeyir yox. ABS necədir? ABS yaxşı təzyiq saxlayır.
ləkələri var. Bu isə avtomobil arxasız. Batarya qalanıq problem yoxdur ki. Hansı? Tüm vinlər üstündədir. Motoruna yağ azaltma etdik. Burası 200-300 qram belə yanından artıq. Qiymət necə deyirsiniz? 12 Nasıl yer alacaq? real alıcının danışmaq olacaq. Bir əlaqə eləməsin. 051 507 0307